Genetik olan bu xəstəlikdə boyun, əl və ayaqlarda anormal böyüklükdə çıxıntılar yaranmağa başlayır və zamanla bədənin ətrafları daşlaşır və ağaca bənzəyir. Yazıcı Lewis Carroll'un əsərindən sonra bu adı alan xəstəlikdən əziyyət çəkən insanlar hallusinasiya, əşya ölçülərində fərqlilik və mühitə adaptasiya olmaq kimi çətinliklər yaşayırlar. Bir ruh xəstəliyi olan bu sindroma sahib şəxslər özlərini ölü zənn edir. Eyni xəstəliyə sahib bir digər xüsusiyyət isə şəxslər özlərinin ölümsüz olduğuna inanırlar. Bu xəstəlikdə insanlar dad alma hissini tamamilə itirərlər. Əsasən, yaşlı adamlarda rast gəlinsə də bu sindroma sahib uşaq xəstələr də bilinir. Bir parazitin səbəb olduğu xəstəlik insanların qol, ayaq və cinsi bölgələrində anormal böyümələrə səbəb olur. Əsasən kişilərdə uşaq yaşlarda rastlanan xəstəlik bədəndəki metal elementlərinin səviyyəsinin anormallığı səbəbilə zəifləyən əzələlər, zəif saçlar və infarktlara səbəb olur. Səbəbi hələ də tanınmayan xəstəlikdə şəxslərin çoxunda gənc yaşlarda dəri buruşması olur. 20 yaşdan başlayaraq üzün müəyyən bir hissəsində pozulmağa başlayan görüntü vaxt keçdikcə üzdə anormal pozuntulara səbəb olur. Əvvəllər bir internet əfsanəsi olaraq düşünülən xəstəlik günümüzdə olduqca çox sıx rastlanmağa başlandı. Bu xəstəlikdə bədənin müəyyən bölgələri eynilə bir ilan balığı ağzının şəklini alır. Bədənin həddindən artıq gümüşə məruz qalmasından sonra cildin mövsümi bir rəng alması ilə ortaya çıxan xəstəlik ölümlə nəticələnə bilər. Qan xəstəliyi olan porfiri, şiddətli qarın ağrısı, mental pozğunluqlar və günəşə həssaslıq kimi simptomlarla ortaya çıxır. Gənc xanımaya skalyoz diaqnozu qoyulanda hələ 9 yaşı vardı. Xəstəliyini məktəbdəki digər uşaqlardan gizlədirdi. Gənc qız 23 saat kursi müalicəsi alaraq sağalacağını düşünürdü, ancaq işlər özünün və ailəsinin istədiyi kimi olmadı. İllər sonra vəziyyətində düzəlmə olmayan xanına onurğasına titan dayaqlar taxılmasını vacib edən çətin bir əməliyyat keçirməyə məcbur oldu. Hanna bu il məktəbə getməyə hazırlaşır. Gənc qızın keçirdiyi bu müddəti xalası Julia şəkillər və videolarla bir sənədli film halına gətirdi. Heç bir problemi olmayan Tierney Menzies axşam normal yuxuya daldı. Sabah səhər yataqdan qalxdıqda isə keçəl olduğunu gördü. Mən saçlarım əlimdə oyandım, deyən qadın keçəl olduğunu gördükdə qorxular içində qışqırır. 19 yaşında Tierney Menzies uzun gür saçları ilə fəxr edirdi. Amma indi o fəxr etdiyi saçları artıq yox idi. Saçları töküldüyü üçün də bütün başını keçəl etmək məcburiyyətində qaldı. Qadına trikotilomaniya diaqnozu qoyuldu. Trikotilomaniya hissiyat pozğunluğu olan insanların öz saçını dartması və yolması kimi tanınır. Əsasən, depressiya hallarında görünən xəstəlikdə insanlar təkcə saçlarını deyil, kipriklərini və hətta bığ və saqqalını yolması kimi hallarda müşahidə olunur. 101 yaşında qadının buynuzu çıxdı. Çində yaşayan, düz 101 yaşındakı qadının alnında hardasa 6 cm uzunluğunda buynuz çıxdı. Çində yaşayan Sang Ruifang adlı yaşlı qadın qohumlarını və qonşularını heyrətə saldı. Keçən il alnında yaranan şişlik zamanla böyüyüb uzanmağa başladı və hazırda tam 6 cm uzunluğunda bir buynuza çevrildi. Daha bir buynuzun çıxmasına bənzəyən yeni bir şişlik də qadının alnının digər tərəfində əmələ gəlir. Böyük ehtimalla o da buynuza dönüşəcək. Bob Heslip 3000 insanda bir görülən NF1 xəstəliyinə sahibdir. Bobun bədənindəki şişlərin əməliyyatla təmizlənməsi qeyri-mümkündür. Çünki şişlərin yenidən böyüməmək kimi bir qarantiyası yoxdur. Həyatı boyunca normal insanların arasında qarışmadığını deyən Bob Freak Show-a qoşuldu. ABŞ-ın bir televiziya verilişi olan Freak Show-da həyat hekayəsini danışan Bob səhnədə köynəyini çıxartdı. Bobun hekayəsini dinləyənlər göz yaşlarını saxlaya bilmədilər. Bob özünü həyatında ilk dəfə evində hiss etdiyini dedi. Cəsur anoreksiya xəstəsi şok edən zəiflikdəki şəkillərini xəstəliklə mübarizə üçün istifadə edir. 19 yaşındakı Beth Kovan anoreksiya xəstəliyi ilə mübarizə apardığı vaxtdakı şəkillərini digər anoreksiya xəstələrini cəsarətləndirmək üçün istifadə edirdi. Bir vaxtlar 39 kiloya qədər enən, gün boyu idman etməsinə baxmayaraq sadəcə tək bir alma yeyən Kovan xəstəlikdən qurtulduqdan sonra 2015-ci ildə gözəllik yarışmasına qatıldı. 16 yaşında olarkən xəstəliyə tutulan gənc qız bədənini incəltmək üçün ölümü belə gözə almış kimi yaşadığını bildirdi. Bir ayağı 107 kiloqram. İngiltərədə adı belə olmayan bir xəstəliyə görə 3 il öncə sol ayağı ampute edilən, sağ ayağı isə
107 kiloqram ağırlığında olan Mandy Sellers'ın ayağı davamlı olaraq böyüyür. Cambridge Üniversitetindən elm adamları qan və digər analiz nümunələrdən Mandy'nin DNT-sinin xəritəsini çıxardılar. Analizlərə görə Mandy heç bir kəsdə görülməmiş xəstəlikdən əziyyət çəkir. Alim Robert Semple Mandy'nin müalicəsi üçün bir dərman hazırladığını açıqladı. Dərmanlar Mandy'nin mutasiya etmiş genlərinin müalicə edici genlərlə yer dəyişməsini hədəfləyir. 11 yaşındakı Ashanti Elliot Smith qocalmağı sürətləndirən progeria xəstəliyinə sahibdir. Elliot Smith həm də keçəllik xəstəliyinə tutulub. Kiçik qız məktəbə gedərkən səhrai bir parik geyinməyə qərar verib. Bir müəllim digər şagirdlərə örnək olur bəhanəsi ilə ondan pariki çıxartmasını istədi. Anası isə Ashanti'nin yıxıldığını və məktəbə geri dönmək istəmədiyini bildirdi. Məktəb isə soyuq olmadığı vaxtlarda sinifdə parik taxılmamasına razılaşdığını bildirdi. Bir hörümçək sancması həyatını qaraltdı. Dərisindəki pozğunluqlar və ağrılar səbəbilə bir ildir ki, uşağına belə toxuna bilməyən qadın küçəyə belə çıxa bilmir. Əvvəllər hörümçəklərdən qorxmayan qadın hazırda araqnofobiya xəstəsidir. Bu qadının ayaqları tərsdir. Çində ayaq biləkləri tərs olaraq dünyaya gələn qadın enerjisi və yaşam əzmi ilə hər kəsə həyat dərsi verir. Bu xəstəliklə doğulanda həkimlərin yeriməsi mümkün deyil dedikləri Fang hər kəsi təəccübləndirdi. 1 yaşında yeriməyə başlayan Fangın ayaq barmaqları daban funksiyasını yerinə yetirir. Restoranda işləyən Fang özünü qüsurlu görmədiyini deyir. Evli və bir uşaq anası olan Fangın 27 yaşı var və həyatımı, işimi sevirəm deyir Fang. Həddindən artıq tüklənmə xəstəliyidir. Bu xəstəliyə tutulan uşaqların üzlərində və digər bölgələrində uzun qara tüklər çıxar və xəstələr canavarlara bənzədiyindən bu xəstəlik canavar adam sindromu olaraq da bilinir. Sümükləri, hiss orqanları, dəri və sinir sisteminə təsir göstərən genetik bir xəstəlikdir. Diş əti və ya yanaqda qaraya bənzər bir xora və ya yara şəklində başlayan bu xəstəlik qısa vaxtda ətrafa yayılır. Bu xəstəlik əl və ayaq barmaqlarının həddindən artıq böyüməsi və forma pozğunluğudur. Digər dəhşətli və qeyri-adi xəstəliklər.